Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQE və sertifikasiyaya hazırlaşan müəllimlər üçün ikinci dərsimizi çəkirəm. Demək, təlimin təşkilinə verilən tələblər və prinsiplərdən danışacağam. Mövzumuz çox sadədir, yəni çox kiçik ölçüdə bir mövzudur. Demək, təlim təşkilinə hansı tələblər verilir? Yəni bunları əzbərləmək lazımdır. Bu tələblər 6 tələbdir, 6 prinsipdir. Bunları ancaq əzbərləmək lazımdır. Demək, uşaq ləyaqətinə hörmət, təlimin uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma metodlar əsasında təşkili, daha sonra təlim prosesində fəaliyyətin böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasında qurulması, daha sonra uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi, uşaqların fiziki və psixi zorakılığın bütün formalarından qorunması və ailələrin təlim fəaliyyətinə bilavasitə cəlb edilməsi. Bu 6 tələbi əzbərdən bilməlisiniz. Yəni siz bilməlisiniz ki, təlimin təşkilinə bu tələblər verilir. Keçirik təlimin təşkili prinsiplərinə. Təlimin təşkilində 6 prinsip var. Demək, birinci şəxsiyyət yönümlülükdür. Şəxsiyyət yönümlülük, yəni yadınızda qalsın ki, açar söz dəyərdir. Bu arada qeyd edeyim ki, mən növbəti mövzuları keçəndə orada didaktik prinsiplər mövzumuz olacaq. Orada yəni şəxsiyyət yönümlülük və nəticə yönümlülük prinsipləri var ki, eyni ilə təlimin təşkili prinsipi ilə ortaqdır. Yəni hər ikisində, həm təlimin təşkili prinsipində, həmçində didaktik prinsipdə iki ortaq prinsip var. Biri nəticə yönümlülükdür, biri də şəxsiyyət yönümlülükdür. Şəxsiyyət yönümlülüyün açar sözü dəyərdir. Yəni hər bir uşağa şəxsiyyət kimi yanaşmaq lazımdır. Onu dəyərli olduğunu, ona dəyərli olduğunu hiss etdirmək lazımdır. Yəni o bir şəxsiyyətdir. Hər bir uşaq bir şəxsiyyətdir. Onun biz şəxsiyyətini alçalda bilmərik, onu təhqir edə bilmərik. Ona bir şəxsiyyət kimi yanaşmalıyıq. Yəni açar sözü dəyərdir. Testlərdə də yəni rahat şəkildə tapmaq mümkündür. Gəlirik diferensiallaşdırma və fərdiləşdirməyə. Diferensiallaşdırma və fərdiləşmə uşağın fərdi xüsusiyyətlərini, marağını, tələbatını, fiziki və əqli səviyyəsini nəzərə almaqdır. Yəni diferensiallaşma və fərdiləşmə adı üstündə. Yəni hər bir uşağa biz fərdi yanaşmalıyıq. Yəni onun marağını nəzərə almalıyıq, onun tələbatını nəzərə almalıyıq. Yəni onun fiziki və əqli inkişafını nəzərə almalıyıq. Axı hər bir uşağın fiziki inkişafı eyni getmir. Biz tapşırıqlar verən zamanı da hətta elə tapşırıqlar seçirik ki, orada çətin də olur, orta da olur, sadə də olur. Yəni hər kateqoriyadan olur. Sadə, orta, çətin, daha çətin. Yəni hər kateqoriyadan edirik ki, məsələn, elə uşaq var ki, çətini edə bilmir. O öz səviyyəsinə uyğunu edə bilsin. Elə uşaq da var ki, o bütün səviyyələri edə bilir. Çünki onun belə deyək, inkişafı daha üst səviyyədədir. Yəni o belə deyək də çalışmaları, o mövzuları o rahat şəkildə edə bilir. Yəni biz burada artıq uşağın fərdi inkişafını nəzərə almalıyıq. Çalışmalar, hər hansı bir tapşırıqlar edən zamanı da bunu nəzərə almalıyıq. Daha sonra gəlirik idrak fəallığına. İdrak fəallığını bir növ idrakin inkişafı ilə əlaqələndirə bilərsiniz. Bu tipi yəni yadda saxlaya bilərsiniz. Burada qeyd olunubdur ki, məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına, onun fəal təlim şəraitində reallaşmasına imkan yaradır. Uşaqlarda hər hansı problemin həlli tələbatını, onlarda idrak proseslərinin fəallaşdırılmasını gücləndirir. Yəni idrak fəallığı birbaşa əqildən, yəni beyinlə əlaqəlidir. İdrakin inkişafı adətən idrakin inkişaf sayəsindən əlaqələndirə bilərik, yəni idrak fəallığına. Yəni beyinlə əlaqəlidir. Biz onu düşündürməyə vadar edirik. Biz onun beynini açmağa xidmət edirik ki, o materialları daha dərindən götürsün, daha yaxşı mənimsəsin və bunun üçün də müxtəlif metodlardan, müxtəlif yollardan istifadə edirik. Daha sonra gəlirik əyaniliyə. Əyanillik məktəbəqədər təhsil müəssisələrində uşaqların öyrənmə marağını stimullaşdırır və daha keyfiyyətli öyrənməsinə şərait yaradır. Məsələn, biz məşğələ keçən zamanı müxtəlif şəkillərdən, müxtəlif mulyajlardan istifadə edərək keçirik və bu zaman uşaq daha yaxşı öyrənir. Bir var, hər hansı bir mövzu haqqında danışasınız, bir də var ki, həmin mövzu haqqında vəsait gətirəsiniz. Siz nə qədər çox resurs gətirsəniz, uşağın dərk etməsi bir o qədər yaxşı olacaq, bir o qədər daha yaxşı dərk etməyə başlayacaq. Yəni materialı daha dərindən öyrənməyə başlayacaq. Biz əgər heyvanlarla bağlı hər hansı bir mövzu keçiriksə,
Biz heyvanlar haqqında danışmaqdan çox onun şəkillərini göstərə bilərik. Biz onun mulyajlarını göstərə bilərik. Bu halda uşaq dərk eləyəcək və anlayacaq ki, biz əslində nə demək istəyirik. Ona görə əyanlik prinsipi ən keyfiyyətli mənimsəmə kimi qeyd olunur. Yəni əgər testlərdə qarşınıza çıxsa ki, ən keyfiyyətli öyrənmə, onda yadınızda qalsın ki, bu əyanlikdir. Daha sonra gəlirik əməkdaşlığa. Əməkdaşlıq tərbiyəçi, müəllim, uşaq, belə deyək, valideyn üçbucaq üzərində qurulubdur. Yəni tərbiyəçi, uşaq, valideyn. Yəni bu əməkdaşlıq düzgün şəkildə təşkil olunsa, uşaq düzgün şəkildə təlim-tərbiyə alar. Əgər müəllim bağçada müəyyən mənada tərbiyə edir, öyrədirsə, əgər bu proses evdə də davam etdirilmirsə, uşağın inkişafında müəyyən belə deyək, ləngimələr müşahidə edə bilərik. Yəni uşağın inkişafında valideyn və müəllim əməkdaşlığı güclü olsa, uşaq da düzgün şəkildə inkişaf edər. Əgər hər bir şey tək müəllimin öyrətməsi ilə bitmir. Valideyn də bizə dəstək olmalıdır. Valideyn də bizə dəstək olsa, biz təlim-tərbiyə prosesində çox güclü, yəni irəliləyişlərə nail ola bilərik. Ya ona görə biz valideynlərlə əməkdaşlığımızı, bağımızı güclü şəkildə təmin etməliyik, güclü şəkildə qurmalıyıq. Daha sonra gəlirik nəticə yönlüyə. Nəticə yönlü isə əvvəlcədən planlaşdırılmadır. Yəni müəllim öz fəaliyyətini əvvəlcədən planlaşdırmalıdır. Əgər müəllim məşğələ keçəcək, tutaq ki, sabahları, planını evdə qoyursa, iş vərəqələrini evdə qoyursa, yəni ümumiyyətlə məşğələdə keçə biləcək vəsaitlərini, resurslarını evdə qoyursa, artıq onun biz planlaşdırmasından danışa bilmərik. Yəni bir müəllim nəticə yönümlü olmalıdır, hər şeyi əvvəlcədən planlaşdırmalıdır və planlı şəkildə getməlidir. Əgər bir müəllim evdə planını qoyursa, yəni biz onun nəticə yönümlü müəllim adlandıra bilmərik. Biz onun demək ki, o məşğələyə hazır gəlmir. Demək ki, o əvvəlcədən hər şeyi planlaşdırmır. Yəni düzgün şəkildə məşğələ keçən və işinə qarşı məsuliyyətli müəllim hər şeyi əvvəlcədən planlaşdırmağı bilməlidir və bacarmalıdır. Bu qədər. Demək bizim 6 təlim təşkilinə verilən tələbimiz oldu və 6 dənə də prinsipimiz oldu. Mövzumuz çox sadədir. Düşünürəm ki, qaranlıq qalan məqam olmayacaq. Əgər olarsa, şərh bölməsində yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.